Salam, kanalımıza xoş gəlmisiniz. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Bugün sizə özümün çox sevdiyi, ancaq heç vaxt etmədiyim, ilk dəfə sınayacağım bir resepti təqdim edirəm. Etdikdən sonra isə nəticəsi həqiqətən çox gözəl oldu. İlk öncə bunu söyləyim və bizə lazım olan ərzaqlar 400 ml stəkan ölçüsü ilə incə bulqurdur. İlk öncə onu qaba yerləşdiririk və üzərinə eyni miqdarda, yəni 400 ml stəkan ölçüsü ilə qaynar su əlavə edirik. 15 dəqiqə ərzində gözlədirik. Kənarda isə bir diş sarımsaq, bir orta boy soğanı blenderdən keçiririk və bulqurumuzun 5 dəqiqəsi keçdikdən sonra stricini açırıq. Üzərinə bir dolu çay qaşığı duz əlavə edib yenidən 10 dəqiqə daha gözlədirik. 15 dəqiqə gözləmənin sonunda isə bulqurumuzu qarışdırmağa başlayırıq. İzlədiyim videolara əsasən ilk öncə xəmir qarışdıran maşında biz bulqurumuzu qarışdırmağa başlayırıq və üzərinə doğradığımız soğanı və sarımsağı əlavə edirik. Daha sonra isə 1 yemək qaşığı acı biber pastası, 1 yemək qaşığı biber pastası və 1,5 yemək qaşığı tomat pastası əlavə edib qarışdırırıq. Xeyli qarışdırdıqdan sonra, yəni bir 15 dəqiqə qarışdırdıqdan sonra isə üzərinə 100 ml zeytun yağı, 50 ml nar şərabı əlavə edirik. Əslində nar şərabı 100 ml olmalıdır. Sadəcə biz nar şərabı çox sevmədiyimiz üçün 50 ml əlavə edirik və üzərinə ədviyyat olaraq 1 çay qaşığı pul biber, 1 çay qaşığı qırmızı istiot, 1 çay qaşığı qara istiot, 1 çay qaşığı kimyon və 1 çay qaşığı sumaq əlavə edirik. Biraz da qarışdırdıqdan sonra isə ikinci olaraq əl blenderində qarışdırmağa davam edirəm. Çünki ilk dəfə hazırladığım üçün hansının daha düzgün nəticə verdiyini bilmədiyim üçün hər birini yoxlayıram. 30 saniyə işlədirəm blenderi, 10 saniyə dincəldirəm və bu ardıcıllıqla 4 dəfə eyni qayda ilə davam edirəm. Daha sonra isə bir başqa qaba əlavə edib 1-2 dəqiqə ərzində də əllə formaya salıram bulqurumuzu, yəni çiğ köftəmizi və üstünü stricləyib soyuducuda 2-3 saat ərzində gözlədirəm. Nəticə çox gözəl alındı, çox acılıdır. Əgər acını çox da sevməyənlər varsa, düşünürəm ki, biz əlavə olaraq pastalardan, yəni tomatlardan birinin bir qaşıq acılı pasta əlavə etmişdik. Siz o pastanı sadə biber pastası ilə əvəzləyə bilərsiniz. Və sonra isə servis edirik. Çox ləzzətlidir. Ümid edirəm ki, siz də edib bəyənib kanalımıza dəstək olacaqsınız. Nuş olsun, sağ olun.